Siz de fikir vermişsiniz ki Temu internette her yeri bürüyüb. Ucuz mallar, möhtəşəm kampanyalar, pulsuz çatdırılma bu sizə nəsə şübhəli gəlmir? Necə oldu ki bu kiçik kampanya cəmi 2 il fəaliyyət ərzində Amazon və AliExpress kimi nəhənglərlə rəqabətə gedə bilib? Və ən əsas sual, burada tələb varmı? Bugün Bronu sizə Temu'nun 3 uğur sirri və heç də xoşa gəlməyən həqiqətləri haqqında danışacaq. Odur ki, çayınız hazırdırsa, gəlin başlayaq. Temu'dakı qiymətlər sizə təəccübləndirir. Qulaqlıq 3-4 manata, krasovka 10 manata, hətta ən ucuz internet dükanlarında belə bu cür qiymətlər yoxdur. Necə olur ki, onlar bu qədər ucuz sata bilirlər? Bu da sizə 3 cavab. Birincisi, Temu məhsulları vasitəçilərdən yox, birbaşa fabriklərdən alır. İkincisi, onlar ziyanına satış strategiyasından istifadə ediblər. Yəni, əvvəlcə ziyana ucuz qiymətə satmaq və bununla da bazarı ələ keçirmək. Və nəhayət üçüncü fakt, onlar qazancı böyük həcmdə satışlardan və şəxsi məlumatların əldə olunmasından qazanırlar. Amma yəqin ki, yadınızdan çıxmayıb. Pulsuz pendir yalnız tələdə ola bilər. Əgər Temu malları ziyanına satırsa, onlar necə qazanırlar? Bax, əsl həqiqətləri indi biləcəksiniz. Siz də hiss etmişsiniz ki, Temu'nun reklamları olduğunuz hər bir yerdə, hər bir saytda, Google'da, Facebook, Instagram, TikTok, YouTube və hər hansı bir saytda sizi qara-qara izləyir. Hər yerdə qabağınıza çıxır. Bəs siz bilirdiniz ki, bunun üçün Temu hər gün milyonlarla dollar pul xərcləyir. Birincisi, Temu bu cür reklamlara böyük pullar xərcləyir ki, onların məhsulları haqqında, onların xidmətləri haqqında hamı bilsin. Yəni, o reklam hamının qabağına çıxsın. İkincisi, onlar psixoloji fəndlər, psixoloji manipulyasiyalar strategiyasından istifadə edirlər. Geri sayım başlayır, timer 15 dəqiqə qalıb, son endirimdir, birazdan qaçıracaqsan, tez bunu da əlavə elə və s. bu kimi hiylələrdən. Xüsusilə pulsuz hədiyyələr. Üçüncü fakt, onlar virus marketingindən istifadə edirlər. Məsələn, dostuvu, yaxınvu, hər hansı bir insanı bura gətir ki, sənə də bonus verilsin, hədiyyə verilsin. Beləliklə, siz özünüz də bilmədən Temu'nun müştərisinə çevrilirsiniz. Amma əsas məsələ budur ki, onlar bu məlumatlar sizin haqqınızda şəxsi məlumatlarla nə edirlər? Necə istifadə edirlər onlardan? Bəli, mən bunu demişəm və deyirəm. Temu sizin haqqınızda bütün məlumatları toplayır. Sizin yerləşdiyiniz məkan, şəhər, kənd, qəsəbə, bu sizin alış-veriş vərdişləriniz, siz nələri axtarmışsınız internetdə, nə kimi şeyləri əldən alırsınız, nə kimi şeyləri səbətə atırsınız ki, almaq istəyərdiniz bunları, nə kimi şeyləri tez-tez baxırsınız amma almırsınız və s. və l. Hətta dostlarınızın telefon nömrələrini də ələ keçirirlər. İndi özünüz düşünün, bu qədər məlumat kimə lazım ola bilər? Bu da sizə faktlar. Birinci fakt, hələ 2023-cü ildə kiber təhlükəsizlik mütəxəssisləri Temu'nun həddən artıq şəxsi məlumatlar topladığını aşkar ediblər. İkinci fakt, dünyanın müxtəlif yerlərində hökumətlər onların təhlükəsizlik siyasətini araşdırmağa başlayırlar. Üçüncü fakt, bəzi ölkələr Temu'nu bloklamağı düşünürlər. Soruşa bilərsiniz ki, artıq Temu'nu yükləmişik, biz indi neyniyək? Narahat olmayın, Bronuz buradadır, bir neçə məsləhət sizə verəcəm. Məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün bu bir neçə addıma, bu bir neçə tədbirə riayət etmək lazımdır. Birincisi, Temu'nun kamera, mikrofonlara, kontaktlara girişini bağlayın. İkincisi, Temu'da alış-veriş edirsinizsə, bunu əsas kartınızla, misal üçün maaş kartınızla etməyin. Əlavə bir kart açın və orada kiçik məbləğlər saxlayın. Məsələn, sırf indi alış-veriş etmək üçün sizə 10 manat lazımdırsa, ora 10 manat atın və o kartdan alış-veriş edin. Amma bu kartda pul olmamalıdır başqa vaxtlarda. Pulsuz hədiyyələrə, şübhəli endirimlərə inanmayın. Bu sizi onların oyununa salmaq üçün bir taktikadır. Bəs Temu'dan istifadə etmək olar ya yox? Qərar sizindir təbii ki. Bir tərəfdən bəli, bu ucuz bir mağazadır. Amma unutmayın ki, bir çox hallarda oradakı ödənişinizi şəxsi məlumatlarınızla edirsiniz. Bu video sizə maraqlı və faydalı gəldisə, o zaman onu dostlarınıza göndərin. Temu'dan istifadə edən dostlarınıza əlbəttə ki, videonu bəyənib və kanala hələ də abunə olmamışsınızsa, mütləq abunə olun ki, bu cür maraqlı və faydalı videoları qaçırmayasınız. Hələlik.